Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Son illərdə Bakı ətrafında yerləşən Xırdalan və Masazır əraziləri mənzil bazarında ən çox maraq göstərilən bölgələrdən birinə çevrilib. Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması və vətəndaşların daha sərfəli alternativlər axtarması bu ərazilərə marağı artırır. Xırdalan və Masazırda mənzillərin nisbətən ucuz olması alıcıları cəlb edən əsas səbəblərdəndir. Burada yeni tikilən yaşayış kompleksləri, fərdi evlər və ipoteka ilə satışa çıxarılan mənzillər xüsusilə gənc ailələr və orta gəlirli vətəndaşlar üçün əlverişli seçim hesab olunur. Eyni zamanda bu ərazilərdə infrastrukturun inkişaf etməsi, yeni məktəblərin, uşaq bağçalarının, ticarət mərkəzlərinin və digər sosial obyektlərin açılması da bölgənin cəlbediciliyini artırır. Ekspertin fikrincə, yaxın illərdə Xırdalan və Masazırda mənzil bazarının daha da aktivləşəcəyi gözlənilir.